Salamlar olsun. Bütün Allahın sevgisindən olan bəndələrin hamısının üzərinə Allahın salamı, xeyri, rəhməti və bərəkəti üzərinizə olsun deyirəm. Amin. 87-ci surəni birlikdə zikr edək inşallah. Gözəldir. Maşallah. Maşallah. Müsəlmanlar həmişə birlikdə zikr etməklə xoşbəxt olur. Mən də xoşbəxtəm. 87-ci maşallah. 87-ci surənin 7-dən 17-ci ayələrinə qədər oxuyaq inşallah. Görün, bədbəxt kimdir? Bilən bilir. Qurandan xəbəri olmayanlar da kitabı özləri oxumalıdırlar. Allahı sevən Allahın sözünə uymalıdır, sözünü dinləməlidir inşallah. Və həmsini yaymalıdır bildiklərini. Peyğəmbərimizin davamçılarından olan. Ləbbək ya Allah. 7-ci ayədən başlayıram. Yalnız Allahın dilədiyindən, yəni belə deyil, o yuxarıdakı ayə aid idi. Deməli, sonra cümlənin ikinci cümləsi ayənin başlayır ki, şübhəsiz ki, o, yəni Allah, aşkarı da, gizlini də bilir. Biz sənə ən asan olanı, İslam şəriətini müəssər edərik. İnşallah bizim. Əgər nəsihət etmək fayda versə, ümmətinə Quranla öyüd nəsihətdir. Fayda versə, yəni möminlərə fayda verir digər ayədlərdir. Allahımız buyurur ki, Quranla öyüd nəsihətdir. Qorxan kimsə, Allahın əzabından qorxan kimsə, mütləq öyüd nəsihət qəbul edəcəkdir. Bədbəxt kafir yəni isə ondan öyüd nəsihətdən qaçacaqdır. O bədbəxt ki, ən böyük oda, cəhənnəm oduna girəcəkdir. Kim Quran oxumursa, mütləq olsun. Peyğəmbərimiz necə olubsa, o bizə nümunə olub. Biz də bacardığımız qədər, hələ öz bacardığı qədər Quranla cihad etməlidir, inşallah. Amin. Ləbbək ya Allah. Deməli, bədbəxt Allah buyurur ki, öyüd nəsihətdən, yəni Quranla, Quran həm də öyüd nəsihət. Öyüd nəsihət sözü 110 neçə dəfə keçirir. 120-yə yaxın dəfə. Quranda saymışam mən. Bədbəxtsə ondan öyüd nəsihətdən, yəni Quranla qatacaqdır. O bədbəxt ki, ən böyük oda, cəhənnəm oduna girəcəkdir. Orada nə öləcək, içində yaşayacaqdır. Nə ölü kimi, yəni ölü olacaq, nə də diri kimi diri olacaq. Yəni o qədər əzab çəkəcək ki, ölməkdən bətər olacaq, amma ölməyəcək. Günahlarından təmizlənən kimsə isə nizət tapacaqdır. Günahlarından təmizlənən kimsə isə nizət tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılır. Lakin siz, ey insanlar, dünyanı üstün tutursunuz. Halbuki ahirət daha xeyirli, daha qaldı, yəni vaqidir. O kimsə ki, deməli, Rəbbinin adını zikr edib namaz qılır. Zikr, onlar demək, cənnətə girəcəklər, xoşbəxtlərdir, öyüd nəsihət eşidənlərdir. Bu da zikr idi, etdik. Allaha əmanət olun. Öyüd nəsihəti qəbul eləmək, Allahın öyüd nəsihəti hər şeydən üstündür. Çünki Allahımızın sözü ən düzgündür də. Kimsə atasının, onun, bunun, mənim atamdır, qulaq asın, böyüyümdür, qulaq asın. Onlara aiddə bir ayə var, deyin. Allahımız buyurur ki, cəhənnəmdə yanında deyəcəklər ki, biz böyüklərimizə, həm də orada keçir ağalarımıza, kim kimi ağa tutur da özünə. Ya ailədə böyük səhvdirsə, onun sözünü qətiyyən qulaq olmaz. Ya kimsə bir ağanın, böyüyün sözünə qulaq astıq deyə cəhənnəmə düşdük. Deyəcəklər cəhənnəmdə olanlar. Çoxu da elə cəhənnəmə düşəcək. Hələlik, sağ olun.